Hə, bura. Burada nümunələri falan var hamısının. Kovariant, kontravariant falan filan belə. Və şeylə yazıb da, yəni int, alt, bunlarla yazıb. Mən sizə bu alt, int-yə referans eləyənlərlə göstərəcəm onun nümunəsi ilə. Amma bu sayt yaxşı saytdır. Bunu atacağam sizə, buradan daha dərindən oxuyun. Yəni bu biraz Genelliklərin bu mövzusu biraz necədir? Nəzəri olaraq yadınızda qalmalı olan bir şeydir ki, bunu görəcəksiniz, gedəcəkdir. Özü çox yazarsınızmı, yazarsınız deyənmərəm, amma görəcəksiniz. Yəni bunu kodlarda görəsiniz və kodlarda T-nin qabağında in görəndə, out görəndə və yaxud da sadəcə T görəndə başa düşəsiniz ki, söhbət nədən gedir də. Bundan əslində giriş eləmişəmsə, əslində tamam, hayırdır da ikinci keçərəm. Okay. Deməli uşaqlar, generiklər nə idi Türkçə? Generiklər tip anlayışını genişləndirir də, yəni daha fərqli, daha çox tip istifadə olunmağına kömək edir. Bir də kod, çox kodu azaldır, oxunaqlı eləyir. Belə. Yəni generiklərimiz bu birisi şeydir, mentorunda. Okay. Generiklərimiz bizim neyinidir? Əsas tip asıllılığını aradan qaldırır da. Yəni spesifik bir tipdən sizin asılı olmamağınızı göstərirdi. Deməli generiklər belə olduğunda belə bir anlayış gəldi ki, generiklərdə tiplər arasındakı, yəni tip uyğunsuzluğu, tip təhlükəsizliyini, yəni tiplərin uyğunlaşmama təhlükəsizliyini aradan qaldırmaq üçün bu invarians, kovarians, bir də kontravariansı çıxartdılar da. Deməli burada nədir? Siz məsələn yazırdıq şey içərisində T yazırdıq. Onun qabağında in və yaxud da out yoxdursa, bu default olaraq invariant sayılır. Yəni T ya da E, K görürsünüzsə, onun qabağında heç nə yoxdursa, in, out və s. görmürsünüzsə, bu deməli invariantdır. Yenə bunun əslində şəklində istəyirəm, şəkil üzərindən də göstərim. Invariant. Şəkillərindən dönən. Əslində buydu deyəsən. Yes, bu. Invariant, kovariant, kontravariant. Deməli burada tip təhlükəsizliyi ola bilsiniz, necə bunu yadda saxlayıb daha belə oturuzdura bilərsiniz. Əgər ki, belə düşünün də, məsəl üçün bir dənə qutu düşünün, o qutunun içində ancaq alma var, okey. Generiklər deyir ki, sən o alma qutusunu gedib meyvə qutusu kimi istifadə edə bilməzsən. Okey, alma meyvədir, bunu qəbullanırıq. Amma deyir sən gedib almanı meyvə qutusu kimi tanıdanmazsan invariantda. Yəni sən deyir ki, təyin elədiyin tiplər bir-birinə uyğun olmalıdır, mütləq uyğun olmalıdır. Bunun da səbəbləri var. O da səbəb nədir? İndi bir də nümunə yazaq, məsələn, oradan göstərək. Uyğun olmalı nə demək? Məsələn, bax, tutaq ki, bu işləyir də. Buranı heç böyüdə bilərsiniz. Bunu böyüdürdüm. Məsələn, bir dənə list yazaq, tutaq ki, mutable list olsun. Bax, məsəl üçün, nice, bunu verir mənə. Bura məsələn qoyaq, A qoyaq, bir də məsəl üçün B qoyaq, tutaq ki. Bax, məsələn, siz belə bir şey yazmısınız. Sonra gəl istəyirsiniz ki, val n istəyirsiniz, məsəl üçün. Olsun bu da mutable list, eyni olsun. Amma indi gələcək sənə, buna list versən, xəta atacaq. Baxaq, xəta nə atıb. Bunun xəta atmasının səbəbi siz nədir uşaqlar? Mutable list arxada invariantdır. Görürsünüz, burada özü də yazıb. E-dir, deyək bu mutable list is invariant. Bunun mənası nədir? Sən deyir ki, nə olsun string n-dən törüyür. Əslində bilirik də, bizim bütün klasslarımız n-dən törüyür, string də onun içində olmalı. Eyni şəkildə meyvə də əslində bir növ belə düşün ki, Elə bir tip ola bilər ki, bu string. Ay, sağ ol. Bilirsiniz niyə? Sənin bu invariant olduğunda, burada bir dənə belə bir anlayış var. Generiklərdə read eləməyi var obyekti, bir də write eləməyi var. Yəni bir yazmaq var, bir də oxumaq var. Invariant sən hər ikisinə icazə verir. Sən deyir ki, bura həm belə düşün də, bir qutuya həm almanı qoya bilərsən, həm də almanı oradan çıxarda bilərsən. Burada tip uyğunsuzluğuna icazə vermir ki, bu eyni listin, bax, ədi var, əd. Ora əslində sən bir qutuya düşün ki, meyvə qoyursunuz da. Əgər ki, mən buna eyni icazə versəm, mən bura ədi int də edə bilərəm. Mən ədin içində yazsam 42, əgər buna icazə versə, bunu götürəcək.
Halbuki mənim actual tipim stringdir. Mən ona int əlavə etmək istəyirəm. Bu da cast class cast exception-a gətirib çıxarır. Yəni bunun qabağını almaq üçün generiqə deyir ki, sən əgər ki invariant istifadə edirsənsə, okey, mən sənə icazə verirəm. Sən obyekti yaza bilərsən, onu get eləyə bilərsən, add eləyə bilərsən. Amma ki bir şərtlə sənin tiplərin uyğun olmalıdır mütləq ki. Məsələn, mən bunu götürüm n eləyim. Problem aradan qalxacaq. Və yaxud da geri qaytaraq. Bunu string eləyim. Düzələcək. Yəni düşünün ki, bunların ikisinin içində t yazılıb da. Çünki niyə mutable list arxada zaten özü bir invariantdır. Bunu yadınızda saxlayın. Hə, bəs şey nə deyir? Gəlirik burada covarianta. Covariant ücret out'la yazılır. Yəni sizin t-nizin qabağında bir out görəcəksiniz. O nə deyir? Deyir ki, okey, sən deyir subklası base klassının yerində istifadə edə bilərsən. Yəni almanı meyvə kimi tanıda bilərsən, amma bir şərtlə. Sən ora ancaq alma qoyacaqsan. Yəni məntiqən düşünün də. Siz təsəvvür edin, bazara qoymusunuz meyvə qutusu deyə. Siz onu amma alma qutusu deyə təsəvvür etdirirsiniz. Və orada deyir ki, sən o meyvə qutusu tanıdırsan, o alma qutusunu. Mən sənə icazə verirəm ki, ora ancaq almanı qoyasan. Yəni read eləyə bilərsən. Bunu da məsələn necə göstərəm? List. List niyə uşaqlar? List arxada çünki out'dur. List arxada özü covariantdır, görürsüz? Hara getdi o? Mən gedək üstündən. List out. Ona görə bu icazə verir ki, sən subklası base klassının yerinə yazırsan, amma burada ancaq add xüsusiyyəti var. Sən burada obyekti get eləyə bilməzsən. Sən ancaq add eləyə bilərsən. Ona görə məsəl üçün mən bunu indi stringdə düzdür. Bunu n eləyək. Add icazə verir. Add icazə verir. Yes. Yəni add eləmək istəyən read eləməkdir. Elə düşünün. Produce eləməkdir. Yəni ki sən ora ancaq Add eləmək, mən write bilirəm axı. yox, read var, write var. Qarışdırma. Yaxşı, read write deməyək, produce deyək, consumes deyək, bəlkə daha aydın olar. Baxım bir dəqiqə. Yəni dəyişməyə icazə verir də. Sən deyir ki, yəni o subklassından nə isə ala bilməzsən. Sən onu ancaq qoya bilərsən, yəni add eləyə bilərsən. Okay. Burada şəklində əslində var idi o. Mən bayaqdan elə başa düşdüm, ancaq read eləmək olur. Bax görsən. Can read safely but cannot write. Gördün? Add eləmək onda. Add eləməyi read eləmək kimi düşün. Yəni add eləmək dediyim add funksiyasıdır. Write dediyində o şey deyir, get eləməyi nəzərdə tutur. Burada biraz başınız tərsə qarışmış ola bilər. Yəni burada biraz baş tərsə qarışmış ola bilər, amma burada siz məsələ nədir? Əsas sən deyir ki, yəni o alma klassını meyvə klassı kimi sənə göstərməyə icazə verirəm. Yəni subklası düşünün, inherit elədiyi bir base klassı var. Onun yerinə istifadə edə bilərsən, amma sən ora qoyacağın şey ancaq alma olmalıdır. Yəni ancaq o tipdə əldə edə bilərsən, başa düşdün? Bax məsəl üçün Onda nə məntiq olur ki? Hə, nə mənası oldu? nə mənası oldu? Niyə var? Bax məsəl üçün, bax indi bir dənə. Tiplərin fərqini görürsüz, amma icazə verir. Bu stringdir, amma mən eyni eləyəndə problem eləmir. İndi biz int əlavə edəndə error vermir. Add olmur. Listdir çünki. Listə necə edilir? Ancaq get eləyə bilirsən. Bəlkə ayda. Yaxşı, bir dəqiqə, başı çox qarışdı. Məncə add eləmək olmur, sadəcə get eləmək olur. Amma Out. get dediyi olur axı. Bir dəqiqə. Get olur. Covariant, bu out'dur da. Can read safely, cannot write. Müəllim dedi ki, olmur. Read dedi, add. Aynen, məncə add eləmək olmur realda. Bu out'dur da. Hə, okey, bir dəqiqə. Mən kontravariantı əslində deyirmişəm. Tamam. Adlar da oxşuyur. Covariant, kontravariant, yes. Read'i get düşünək, bildiyimiz kimi. Hə. Add-i write düşünək. Hə, şey. Hə. Mən sizə kontravariantı izah edmişəm bayaq. Nəysə, başı buraxın. Covariantda, hə, məntiqi dəstə. Covariantda deyir ki, sənin o bir obyektidir, hə. Covariantda sən o meyvə qabından deyir, ancaq almanı götürə bilərsən. Əgər onu meyvə qutusu kimi eləmək istəyirsən. Yəni ona görə onu get eləyə bilirsən. Bunu eyni kimi verməyə icazə verir ha sənə. Yəni
okey də. Deyirsən ki, list var, stringdir. Sonra mən ona başqa bir eyni tipində bir listim var, ona da stringi mənimsədirəm. Buna sənə icazə verir kovariant, amma deyir ki, sən onu ancaq oxuyacaqsan. Sən ora əlavə heç nə qoya bilməzsən. Sən əgər o meyvə qutusunu alma qutusu kimi satırsan, ora gəlib oca armud qoyub saxtakarlıq edə bilməzsən demək istəyir. Yəni əslində məntiq burada yara dayanır. Bir şey soruşa bilərəm. Elə bir məsələn list şeydə dəyişdirilə bilməyən bir obyektdə düzdür. Aha. Yəni əlavə edə bilmirik. Elə bir şey varmı ki, kovariant olsun? Və dəyişdirilə bilən olsun da, yəni mutable olsun. Hə, şey deyirsən, ədinə görə, getinə görə deyirsən. Ona baxım, burada kod nümunəsində olmalıdır əslində. Nə özləri nəsə yazmışlar deyirsən, səhv eləmirəmsə. Burada baxaq, kovariant, kontravariantdır bu, kovariantdır. Hə, baxın burada məsələn bir dənə interface yaradıb. Hə, baxın, interface-dir, out-dir. Okay. Bunun sadəcə geti var. Set eləmək istəsən, sənə şey verir, xəta verir. Bu manual yazdığın generikdir. Manual özün təyin edirsən də out geti. Amma məsələn listlərin də özü də gördünüz ki, arxada inherit elədiyi yerə invariant, kontravariantdır. Sizə list üzərində niyə göstərdim? List daha sizin tanış olduğunuz bir şeydir, daha qarmaşıq bir şeydir. Amma siz manual alt t və yaxud da int-ni görəcəksiniz. Ona görə əslində bu saytı tapdım və sizə göstərmək istədim ki, manual da yaza bilərsiniz. Alt t-ni, int-ni. Yəni burada əslində nə deyirəm, nəzəriyyəni başa düşmək lazımdır. Əgər generikdə tiplə işləyirsənsə, tiplərin uyğunluğuna diqqət etməyə məcburiyyətindəsən ki, class exception-a gətirib çıxartmasın. Çünki o crash atan bir şeydir. Kontravariantda onun tərsidir. Elə bir base klassı sən elə bir ki, sub klassının yerində istifadə edə bilirsən. Yəni ana meyvə klassını alma klassı kimi edirsən. Hə? O onsuz da olmur ki. Sən meyvə klassında, sən bilmirsən axı meyvə klassından nə çıxa bilər. Meyvə dolu bir qutu düşün, əli atdın ora. Nə bilirsən ki, onun içindən alma mı çıxacaq, armud mu çıxacaq, banan mı çıxacaq? Kontravariantda var. Bax, consumer'dır, ancaq set eləyə bilir. Number processor, consumer number, set elədi, processing number to double. Bu nədir? Bunda ancaq orada dəyişmə olur da, yəni əlavə eləmək olur. Bundan şey deyə bilmirsən, götürə bilmirsən, ancaq əlavə eləməlisən. Yəni read olmur, ancaq right olur. Hə. Bunu yəni belə düşün də, yenə məntiqini. Sən deyirsən ki, mən məsəl üçün bir meyvə qutusu verirəm ümumidə, amma sən onu deyəməzsən axı, onun meyvə qutusudur, ümumidir. Sən onu deyə bilərsən ki, o konkret onun içindən alma çıxacaq və yaxud da onun içindən konkret hər hansısa başqa bir şey çıxacaq. Yəni bunu belə təsəvvür edin. Base klassı, sub klassın kimi yerinə istifadə edə bilirsən, amma tək bir şərt var. Ora ancaq add edə bilərsən. Oradan götürə bilməzsən. Onda invariantdan fərqi odur ki, invariant həmişə icazə verir. İnvariant həmişə icazə verir. İnvariant defaultdur. Alt və in yazmırsansa deyir, həm əlavə edə bilərsən, həm götürə bilərsən, amma tək şərti var ki, eyni olmalıdır. Burada eyni olmaya bilər. Hə, eyni olmaya bilər zaten. Yəni burada sənə deyir ki, mən base klassı gedirəm sub class kimi istifadə edirəm. Bax, bunu unutmayın. Base klassı sub class kimi istifadə edə bilirsən. Yəni bax nə bilim, heyvanı it kimi istifadə edə bilərsən. Heyvana bir it deyə bilərsən orada. Amma orada yəni bu mütləq kontravariant olmalıdır. Yəni burada sən şey edə bilməzsən, get edə bilməzsən, ancaq set eləməlisən, ora qoymalısan. Buradakı nümunələrə baxmağınızı tövsiyə edirəm. Məncə invariantla kovariant biraz daha açıqdır, kontravariant biraz qarşı ola bilər. Yoxsa kontravariantın sadə alma yayan bir nümunəsi yoxdur da. Mən o biləndə list dediniz, list nümunələri göstərdiniz. Hə işte kontravariantın list kimi nümunə var, amma o qarışıq bir nümunədir. Orada başqa bir klassa gedir, onu keçməmisiz. Ona görə açığı kontravarianta bir nümunə fikirləşənmədim. Ən rahatı. Yəni, keçə bilərəm üstündən, görüntü sonra düşmüşəm. Demək bu intro variant, adı elə idi, intro variant. İnvariant. Bu invariantda söhbət odur ki, sən set də edə bilirsən, get də edə bilirsən. Amma sadəcə tip uyğunluğu önəmlidir. Yes. Sonra gəlir eyni olmalı tiplər. Kovariantda icazə verir tip uyğunluğuna. Aha. Yəni problem yaşanır, fərqli tiplər olsa. Sadəcə ancaq get-ə icazə verir, set icazə vermir. Bu kontravariantda isə tip uyğunluğu yenə problem deyil. Amma set icazə verir. Ancaq set icazə. Burada ancaq get olmurdu. Yox. Ancaq set. Yes. Birində düşünün ki, sub klassdır, base klassın yerinə istifadə oluna bilər. Birində də base klass sub klassın yerinə istifadə oluna bilər. Nəzəriyyəsi budur. Məntiqi də bunun. Yəni generiklər tip uyğunsuzluğuna icazə verir, amma şərtlər yenə icazə verir ki, bu da haqlıdır. Çünki class exception-a gəlib çıxmamaq üçündür. Klassların tipləri bir-birinə uyğun olmayanda, məsələn sən
Adi bayaq stringi eyniyə mənimsətmək istəyirsən, o sənə deyir ki, burada xətadır. Yəni klass problemləridir. Klass problemləri, yəni kəsb problemləri deyək də, uyğunlaşdırma problemlərində çıxan bir şeydir. Yəni crash atdıran bir şeydir. Ona görə genetiklər deyir ki, okey, sən tiplərin mən sənə tip rahatlığı verirəm, eləyirəm, amma da crash-ə gətirib çıxartma da bir yerə qədər, hər şey bir yerə qədər. Bunu saytında atarım sizə. Yəni bu nəzəri bir dərsdir. Çox belə açığı kurs baxımından deyirəm, bir dərs deyil, belə oturub üstünə task işlədiləcək bir dərs deyil. Çünki zaten genetiklə task işləmisiniz. Amma başqa taskların içində işləmisiniz də. Bu nəzərini anlamağınız üçün lazım olan, nəzəri olaraq anlamalısınız bunu. Amma Hayoderi nəzəri olaraq deyil də, biraz anlamaq lazımdır. Hayoderi nə idi? Bura genetika azdan çoxdan biraz aydın oldu sizə. Bəli. Niyə aydın olmamışım? Baxırsan deyirəm. Hayorderi. Yox, gözlə, başa düşdüm bunu biraz. Başa düşdüm. Gülxas sən? Bu sayfa kapandı. Gülxas, səsin gəlmir. Birdən başladım mən. Əla. Hə, Hayoderi nədir? Funksiya qəbul edə bilən və ya qaytaran funksiya. Yaxşı. Düzdür. Funksiya qəbul edir. Niyə biz Hayoderi funksiya istifadə edirik ki? Funksiya qəbul edib və ya qaytaran. Niyə belə bir şey ehtiyac duyulur? Daha ədəbiyyat kodlar yazmaq. Kod təkrarı olmur da. Kod təkrarı, fərqli bir şey demişdi. Eyni nümunələrlə. Fərqli şeylərə görə öyrənmişdim. Bir dənə nümunə göstərmişdi ki, deyir məsələn, hardasa bir şirkət işidir, nəsə işləyirəm tutaq. Bir dənə kod yazmışam. O kodda hər dəfəsində şərtlər dəyişə bilir. Yəni mən gərək əlavə kodlar yazmayım. Promoyla onun içində verirəm, özüm o şərti maildə yazıram. Yəni belə düşünün də, mən yazan tərəfəm, bir də bunu integrator edən şirkət var da, düşüncə. Mən hər şirkətin, məsələn, siz 300 ayrı şirkətsiz, məndən nəsə validasiyalı bir şey istəyirsiniz. Mən sizin hər üçünüzə görə ayrı-ayrı yazmalım düzgün deyil. Mən ümumi bir şablon yazıram. Siz özünüz integrate edin, yəni main-də, sizin integrate elədiyinizsə main-də özünüzə görə dəyişirsiniz. Buna yazıya gəlirsə map var idi, məsələn, filter var idi, Hayoderi funksiyonunun. Neyinirdi? Məsələn, map bir şablondur da əslində. Özümüz şərtimizə görə mapləyirdik ya da filtrləyirdik. Amma gərək Hayoderilərin funksiyaya geri qaytarmanı. Bu dezəyini düşünməzdim. Bəs Android keçmək istədim. Ay, tüfürsə. Hatta özümü çox qarışdırıb. 10 günündə 20 gün görmürəm, ondan deyək. Deməli, keçək Hayoderilərə. Birinci belə bir adi funksiya yazaq. Məsəl üçün tutaq ki də, yəni bu prosta sintaks olaraq göstərdim. Bu bildiyimiz adi funksiyadır. Buyur. Bu istifadə olunur. Hayoderi çox istifadə olunur. Geri qaytarması istifadə olunur. Ən çox hansı istifadə olunur? Məncə funksiya olmalı. Qəbul etmək kifayət qədər istifadə olunur, amma geri qaytarma da olur, yəni yerinə görə olur məncə. Olmalı, yəni olur. Böyük proyektlərdə çox istifadə olunur Hayoderilər. Yəni Hayoderilər zaten böyük proyektlərin zaten olmazsa olmaz bir şeydir, amma almaq daha çox ola bilər. Elə funksiyalar var. Məsələn, map falan funksiya götürür də. Elə bir funksiyalar var. Geri qaytarma tipi üçün, ya necə? Geri qaytarma tipi olaraq hazır məsələn funksiya. Ya bunu belə çıxır ki, bunun istifadəsi ancaq manual olur. Əslində bir növ hə, məncə. Məncə hə, çünki geri qaytarma tipi olaraq hazır bir funksiya düşünün. Məsələn, map filter falan heç də onlar alma olaraq var, amma geri qaytarma bəlkə də vardır da mən bilmirəm. Yəni açıq bu dəqiqədə bir funksiya alma gəlmir ki, o mütləq ki, Hayoderidir və geriyə funksiya qaytarır əslində özündə. Onun şu an bəlkə də sadəcə manual yazılır. Onu yalan deyirəm, dəqiq deyənmərəm ki, mütləq belədir, mütləq elədir. Amma belə manual belə olsa istifadə olunan bir şeydir. Amma məncə alma daha çox istifadə olunur məncə. Mən daha çox elə görmüşəm. Məsəl üçün bu nədir? Bu bildiyimiz adi həmişə yazdığımız funksiyadır, düzdür.
dəyər olaraq string alır və geriyə bir string qaytarır. Bu bilirik. Məsələn, return name yazsaq, hər bitdi. Bu adi bir funksiyamızdır. Burada problemimiz yoxdur ki. Gəlirik high orderlərə. Məsəl üçün, right name 2, right number olsun. Əla. Məsələn, burada parametr olaraq funksiyanın aldığı şeylərin çox əhəmiyyəti yoxdur. Yəni, burada nə aldığına fokuslanmırıq da, parametr olaraq. Burada nə qaytardığına fokuslanırıq. Çünki burada high order qaytarır. Yəni, o da nədir? Məsəl üçün, bunun sintaks necə yazılır? String, bu yazıla gəlir yəqin ki. Məsəl üçün, string. Bu qaytardığınız high orderdir sizin. Yəni, siz burada geriyə bir funksiya qaytarırsınız. Bu əslində, yəni bu gördüyünüz şey əslində bir növ budur. Baxın, budur. Çünki niyə? Sizin geriyə qaytardığınız tipiniz parametr olaraq bir string alır və geriyə string qaytarır. Eynisi budur da, elə düşün ki, eynisi budur. Məsələn, bir də nümunə yazaq, nə yazaq? Bir dənə bəs nümunə göstərəcəm. Sonra sizə task vermişdim bu ilə bağlı. Əslində bir dənə task göndərmişdim. Demişdik ki, mənim yazmamışıq biz. Mən yazmışdım, onu yazacağam. Tanışdım mən. Hə, elə bir amma sonra eləmişsiniz bunu. Çünki mən həmin dərsi eləmişdim. Həmin dərsi eləmişdim. Prosta siz dediniz ki, keçməmişik, baxmadınız. Mən də istəmədim ki, yazmışam. Çünki mənim nəsə yadıma gəlir ki, elə bir. Sizə gec dedik, bunu keçmədiyinizə gecəsi dedik deyəsən, səhər dərsimiz var. Bir gün əvvəl. Amma çünki mən dedim ki, high order funksiyalara taskını verdim, sonra siz bir gün qalmış dərsdən və dediniz ki, mən bir high order funksiya keçməmişik. Dedim, nə gözəl. Baxın. Bu niyə? Hə, təbii ki. Siz nə qədər danlamışım deyə bilməm. Niyə belə edir? Sən len deyək, language ötürək. Aha. Deməli, məsəl üçün, yəni belə qoyaq. Yəni, bu prosta başa düşmək üçün nümunə yazıram. Salam. Bunlar bu işləmə kopyalayaraq. Neyse, dərs keçirlər. Dedim, bəlkə texnik bağışdır. Yox da, o qədər oturub uzun şey yazanmaram. Yaza bilmərəm, amin deyincə soruşsa. Baxın şola. İndi bizim burada geri qaytardığımız bu tip var ya, bu şey var. Əslində high order funksiyamızdır bizim. Yəni bir şablonumuzdur. Biz bir dənə şablon yazdıq ki, mən məsəl üçün özümə görə buna ötürəcəm, bir dil ötürəcəm. Məsələn, indi siz 300 mənə müraciət edən bir şirkətsiniz, deyirsiniz ki, bizə elə bir funksiya yaz ki, biz özümüz onu dilə görə dəyişək. Mən də otururam, sizə bir dənə belə şablon funksiya yazıram, verirəm. İndi sən götürəcəksən onu Azərbaycan verəsən, sənə salam məsəl üçün neyi ötürəcək? Sən məsələn ingilisini verəsən, hello verəcək, sən də rus dilini verəsən. Elə bir düşünün ki, burada yer qaytarma tipiniz sizin high orderinizi, yer qaytarma tipiniz sizin şablonunuzdur. İndi bunu məsələn main-də nətər yazacaq? Məsələn, indi integrator şirkəti də tutaq ki, yazaq ki, məsələn val write for. Məsələn, biriniz Azərbaycan dili üçün istəyirsiniz bunu. Azərbaycan write language. Məsəl üçün, az. Nötreyində biri olsun ingilis dili üçün. Ha? Niyə də düşdü? Niyə? Mən də görmüşəm o kişini. Eyni vaxtda gəlmişdi deyəsən, mən də həmin vaxt Evlərdə də kitabxana var, bağlandı sonradan. Şeye gəlmişdi, Ligrafa gəlmişdi. Ay, Ligraf orada getmişdi. İnsan orada mən
buraxılmış da görüşüm. Yoxsa Bəxtə kitab çox versin. maraqsız idi. Nə maraqlı danışırdı? Kitab maraqsız idi mən. Şey. Mən ücü ötürdüm. Aa, bunu niyə belə yazmışam? Ay, Türkçəm. Aysun. Hə, şey. Yəni ki, mən nə etdim? Mən bir dənə şablon yaratdım. Bunlar da elə düşün ki, ayrı-ayrı üstünə inteqratorlarımızdır. Biri ürəyi istədi Azərbaycan dili götürdü, biri ürəyi istədi ingilis dili götürdü, biri ürəyi istədi rus dili götürdü. Else heç nə ötürməsəm. Baxaq. Məsələn, language heç nə ötürməsəm, heç nə ötürməsəm burada xəta verə bilər. Dur, bir dənə dəyişəyəm. Hə, o düzdür, onda olar. Ha, bunu da print edeyim. Aysun verdi. Baxaq. Hə, Aysun qoymuşam çünki. Yəni bu ven şərtidir, üçündən biri olmadısa onda olacaq. Şimdi belə düşün də, yəni high order əslində şablonlarınızdır sizin. Yəni sizin verdiyiniz şərtlərə uyğun kodu çoxaltmamaq üçün yazılan funksiyalarımızdır. Bu ən sadə nümunəsidir. İstəyirsə sizə verdiyim taskı yazın mən. Sizə vermişəm, bunu özüm yazdım. Sən yazmışdın. Sən yazmışdın. Buyur da. 12 idi səhvəmsə. Create special validation. Hə, məsələn burada validasiya yazacaq. Bir dənə ümumi validasiya. Səhv etmirəm, standart var idi, bank var idi, hə. Məsələn, password validasiyaları olur, applərdə görmürsünüz də. Məsələn, hər appin password validasiyası özünə görə fərqlidir. Biri deyir, məsələn, ən az 6 simvolun olmalıdır, bir hərf böyük, bir hərf balaca, nə bilim, belə şeylər var. Yəni hər şirkətin özünün ayrı validasiyası var. Biz də düşünək ki, bir şirkəti validasiya satırıq, password validasiyası satırıq müəyyən şirkətlərə və ona uyğun yazacaq. Baxaq, birinci nə deyir? Create special validation for password adlı bir funksiya yazın. Yazaq. Belə eləyək. Səni belə qoyaq. Aha. Bunu silək. Bu yəqin ki rekord olurdu. Baxın. Hə, olur. Qorxusu yoxdur. Aha, deməli. Fan. Götürürük. Bura qoyuq. Aha. Funksiyalarımızı açaq. Qalan şərti oxuyaq. Deyir, bu funksiya 2 parametr qəbul edir. Biri minimum lengthdir, yəni passwordun minimum uzunluğu olacaq int tipində. Aha. Biri nə olacaq? Special symbol. Yəni bu ət işarəsidir, DS-lərdir. Bu onu təmsil edəcək və bunu boolean verir. Bu bildiyimiz şeydir. Yəni yer qaytarma tipinə baxırıq. Nə deyir? Şifrənin minimum uzunluğudur. Şifrədə xüsusi simvollar məcburi olub olmamasını. Bu funksiya geriyə string, list string tipli. Aha, baxın. Geriyə bir dənə funksiya qaytarırıq. Bu funksiyanın aldığı parametr stringdir, amma o funksiyanın geriyə qaytardığı tip listdir. Listi string formatında bir listimiz var. Xətaları qaytarırdıq. Hə, xəta, errorları elə bir qaytarmalıyıq burada. Səhv etmirəmsə. İzahat deyir. Qayıdan funksiya şifrəni string qəbul edəcək və tapdığı xətaların siyahısını list string qaytaracaq. Yəni biz burada nə xəta, məsələn, xətalı yazdığımız passwordlar bir listə yığılıb bizə göstərilməlidir, okey? Ona görə nə edirik? Elə birinci oxuyaq ya da davam edək. Daxildəki məntiq belə olmalı. Şifrənin uzunluğu minimum length, deməli istifadəçinin burada təyin elədiyi password minimum lengthdən kiçik olarsa, yəni sənin yazdığın passwordun uzunluğu səndən danışmıyorum. Türkçənin yazdığı passwordun uzunluğu mənim təyin elədiyim passwordun uzunluğundan kiçik olursa xəta. Turnimizi yazaq, qışqırmasın. Turnunu yazaq, bizə bir dənə boş list lazımdır, düzdür. Bir dənə boş list yazaq, ona görə error list olsun.
Onu yaratdıq, düzdür. İndi bizim şərtimiz var. Şərtə diqqətlə baxın. Deyək bizim verdiyimiz password. Okay. Bu bir dənə password qaytarmalıdır. Deyirik if password.length çünki int. Min length'dən minimum okay. Kiçikdirsə nə deyir? Deyir ki ən azı bu qədər simvol olmalıdır, xətasını atmalıdır. Yəni biz bunu nə etməliyik? Buradakı olan if-in içində bu şərt ödəndiyində, yəni kiçik olduğunda bu listə əd eləməliyik. Ona görə list.add deyəcəyik. Şuraya ən azı bu qədər simvol olmalıdır. Sonra əgər special symbol true'dursa, yəni ki, integrator tərəf special symbol istədiyini bildirirsə və heç bir xüsusi simvol, hərf və rəqəm olmayan simvol yoxdursa, siyahıya şifrədə ən azı bir xüsusi simvol olmalı xətası əlavə edin. Nə deyək? Deməli, hərf və rəqəm olmayan simvol. Yəni, mütləq ki, sənin şifrəndə hərf və yaxud da rəqəm olmalıdır. Burada da letter or digit funksiyası olmalıdır. Səhv etmirəmsə, baxaq. Special symbol true'dursa and deməli password.n ilə yaza bilərik. En özü də bir high order idi, əgər yadınızdadırsa. Yazdadır. İnternetdə deyilsə, daha doğrusu. Nə deyirəm? Şifrədə deyirəm, ən az bir xüsusi simvol olmalıdır. Aha, bir də special symbol verirəm də burada. Gözlə. Yazaq. Evet. Olmalıdır. Eqal üstü qaytaraq. Bundan sərgiyə salaq. Boşluq çoxdur. Gəlir indi əsas məsələ main'ə. Deməli, onda, burada şərtlər var da. Deyir, main blokunda iki fərqli variator yaradın. Bir dənə standart variator yaradacaq, bir dənə də bank variatoru ki, hansı ki, bu daha strict olacaq. Standart variation yazaq. Öyle mi? Bu nə deyir? 6 deyirdi. 6-8 bu false deyir. İstəmir. Special simvolu şey görmür. Yəni tələb görmür də. Baxaq. Bu da bank idi. Okay. Orada deyirsən 8-dir. Bu da true'dur. Yəni bank deyir ki, mən strictəm də. Buna da bank validation yazaq. Bank validation. İndi bunun şeyi var prosta biraz. Nə deyir? Hər iki validation fərqli şifrələrlə. Məsələn, salam, salam 123, pass, @ 123 və s. test edib ekrana çap edin. Yəni, nə edirik? Print elin. Bir dənə məsəl üçün bunu standart validation yazaq. Bunu 4 dənə məsələn qoyaq da. Sonra bir dənə print elin. İstəmirəm. Okay, standartın içində məsələn bir dənə salam qoyaq. Bir dənə sağ qoyaq. Salam 1, 2, 3 qoyaq. Pass. Belə bir şeylər qoyaq. Aynı kopyalayaq. Unutmayaq. Biləm. Nə? Hə, okey. Salam belə kopyalayaq.
bağlanıb. Okey. Güzel. Yazdıq bunları. Görə indi hansılar xəta atacaq? Yəni eləyək, baxaq. Əla. Deməli, birincidə nə xəta atır? Bizə deyir, ən azı 6 simvoldan ibarət olmalıdır. İlk ikisi haqlıdırmı? Haqlıdır. Çünki birində 5-dir, birində 2-dir. Birində də deyir ki, salam 1, 2, 3, 4-dür. Belə-belədir. Problem görmür. Okey verir. Gəlirik bank vardiyasında. İlk üçü xəta atır. Niyə xəta atır? Birində deyir ki, şifrə həm 8 simvoldan ibarət olmalıdır və deyir mütləq birində xüsusi simvolun olmalıdır. Yuxarıdakında xüsusi simvol tələbi olmadığı üçün xüsusi simvol xətası atmır. Yəni qoymanın fərqi yoxdur. Amma bank validasiyası həm simvolun azlığından, həm də xüsusi simvol olmamalığına görə xəta atır və bunları bir list kimi verir sənə. İkincidə eyni şəkildə. Üçüncüdə uzunluq okeydir, amma xüsusi simvol yoxdur. Neylə? Başa düşürsən? Hə. Üçüncüdə ət işarəsidir, DS-dir, nə bilim, onlardan biri yoxdur deyə. Məsəl üçün xəta adım. Məsələn, bir DS qoysaq, yəqin düzələcək. O istərsə düzəldi. Hə. Məsəl üçün. Dördüncü isə bütün şərtləri ödədiyi üçün okey verir. Yəni əslində nə edirik? Biz bir dənə bir simple bir password vardiyası yazdıq və mən bu password vardiyasını satdım da, elə bir banka satdım, bir də adi bir dənə yerə satdım. Onlar da özlərində təyin elədilər ki, mən minimum uzunluğu nə qədər istəyirəm, special simvolu istəyirəmmi, istəmirəmmi və bu arada uşaqlar, bu real bir şeydir. Bu arada real bir şeydir. Bunu həqiqətən əgər bir şirkət digər şirkətin appini və yaxud da məhsulunu inteqrasiya edirsə və orada login olma məsələləri varsa, həqiqətən də bu password məsələləri tələb olunan bir şey olur. Və sən məcbursan ki, əgər məhsul satırsansa, o məhsulda yazmalısan ki, sənin sabah müştərin başqa bir müştəri ola bilər. Passwordun uzunluğunu biri 4 istəyər, biri 6 istəyər məsəl üçün. Yəni bunları ayarlamalısan ki, bunlar da bu şəkildə ayarlanır. Yəni bu əslində bayağı lazımlı bir şeydir. Hayır, burada bayağı bizə lazımlı bir şeylərdir. Şablonlarımızdır. Məncə verdiyim taskdası çox çətin task deyilmiş zaten. Sadə task idi. Mən deyəsən şey eləmişdim. Bu Illustrator Content var. Onu istifadə etməmişdim. Başqa şey istifadə etmişdim. Yox, elə bir simvolları bir yığmışam. Elə deyəsən eləmişəm. Simvolları bir yerdə yığmışam. Deyəsən kimi. Oradan container isə elə vermişdim deyəsən. Mən bir ki baxaq. Nə? Puşlamışdıq da. Hə. Şeyə deyirsən, ona baxaq. Okey, baxaq da. Dən əvvəl fetch eləyək bəlkə. Sonuncu deyil. 81 nədir? Test tuşlar nədir? O növdə problem yaranmışdı 8-də deyirsən. Hə, okey. Tamam, bunu indi deyəndə eləmək işləm. Dərsə bir amma axırın not yerində məncə dərs. 12 yazmışamsa 13-dür, onu da sizdə. Mən 12 tapşırmışam, siz bir üstə yazmısınızdır böyük ehtimal, 13 yazmısınız. Okey. Onda okey, burada geri qaytarma tipində başa düşməyən bir hissə var. Sizdə başa. Cüxaz? Aydındır müəllim. Aydındır, əla. Rekord eləmişəm zaten, onu da atacağam, saytda atacağam. Mənim də bilməm, sizə video atar atmaz, oradan da baxarsınız mütləq. Müəllim ola bilsin, başqa cür də izah eləsin. Siz bunu force check-out edəcəm də yazılan geçsə də problem yoxdur. Baxaq. Bu kimdə? Aysun'da. Main, hə. Belə vermişsən, belə vermişsən. Hə, if error bitdi. Hə, burada şey atmısan. List boşda niyə exception atmısan ki? List boşdur da prosto. Yox, nəsə olmalıdır bu hesabımız. Yox, bir şey yazmamışam. List boşluğu ilə bağlı bir şey yazmamışam. List əgər doludursa, yəni xəta göstərir, boşdursa da boş list göstərir sadəcə. Belə bir validəsiz məncə yoxdur. Var, məncə yoxdur. Qəbul və tapdığı xətaların siyahısını qaytaracaq. Siyahı boşdursa deyə bir şərt qoymamışam. Amma yəni problem deyil ha, prosto da, yəni ola bilsin həmin vaxt exception keçirdiniz. Onu da qoymuşsan. Sən şeyləri bunu da qoymuşam da. For niyə var?
Onu sormayın, biz siz sorun. Sən bir- Hər biri üçün bir yoxlayın. Siz məsələn yazdınız ya, hamısının içində bir. Hı. Hə, mən onu belə elədim də, o bir şey olsun deyə. Yəni elə yazdım ki, o bir də ayrı-ayrı yazmayım printin içində. Hə, okey. Tamam. Amma yəni main-də yoxlama hissəsi sadə bir şey idi. Əsas high-order hissəsini yazmalı idi. Yəni bunun for ehtiyac yoxdur. Mən yazdım kimi yazsam kifayət idi. Yəni ona bir şey deməyəcəkdim. Əgər həmin vaxt yazsaydım da. Təbii ki, buna çox da bir yorum eləmirəm. Mən necə yazmışam? Bilmirəm, sizə baxaq da. Sən belə yazmısan. Okeydir. İndi sən də yenisini yazmısan. Mən də exempt vermişəm. Sən prosta burada nullable-lıq verəmsən. Niyə bilmirəm. Nə eləmişəm? Nullable vermişsən burada. Niyə Mən bilmirəm. boşuna verməmişik. Təsdiq etsəz dəyişiklik eləməmisiniz. Yox, yox. Nullable vermişdin ki sən də. Nəsə problem var idi deyə desən. Doluluq, boşluq temasında nəsə Ola bilər, ola bilər. Düz deyil. O bəlkə də olar. Hə, ola bilər. Bəlkə də qoymuşam, sonra silmişəmdir. Bilmirəm ki. Yadımda deyil. Mənim də yadımda deyil o taskı nə vaxt vermişəm. Bu niyə qırmızı? Şeyə görə verir. Hardasa eyni adlı funksiya var fayllarda. Ola bilsin. Nəsə onun konfliktini verir. Bu alt konfliktidir böyük ehtimal. Yox, o da deyil. Bu şey də getdi, qan da getdi. Səndə ümumiyyətlə sən burası fikircində heç nə qan olmurdu ki. Bunun sinki də belə deyil. Update recommendiniz var. Əmin sən ondan aldığından. Mən sənin bu kursun haqqına qədər branchı vəran eləmədən yoxlamışam bilsən də. Siz nə update eləmişsiniz? Update eləmişsiniz. Android stüdiyo keçmiş elə bir. Məndə bunu silə də bilərəm ücü. Amma silməyəcəm qalsın. Bu şey konfliktidir, ad konfliktidir, onu bilirəm. Yəqin hardasa fayllarda kəşdə qalır. Amma şey zaten məntiq olaraq düz yazmısan. Hə, düzdür. Yəni budur da, yəni bu əhəmiyyəti yoxdur buradakı konfliktin. Hə, konflikt overload, hardasa inatda şey var. Nəsə funksiya var, kəşdə qalıb yəqin. Belə. Bunu dayandıra bilərəm. Bunu atacağam sizə. Gələn dərsə high orderlərdən nümunə mi versəm, Android sistemlərimi versəm, bilmirəm.